Bugün sizlərlə helpdesk dərslərindən start veririk. Helpdesk ilk olaraq bilək ki, nədir? Helpdesk ingilis sözü olub, kökündən də görüldüyü kimi help, kömək, desk, masa, yardım masası bildirir. Helpdesk sözü özü iki hissəyə bölünür. Yəni helpdeski öyrənmək üçün biz əsasında nələr öyrənəcəyik? Birinci növbədə aparat təminatı, ikinci növbədə isə proqram təminatı. Aparat nədir? Aparat təminatı nədir? Aparat təminatı gözlə gördüyümüz, toxunduğumuz, yəni kompüterin daxil və xarici hissələrinə aparat təminatı deyilir. Bundan biz helpdesk keçdikdə 60% aparat təminatını, 40% isə proqram təminatından məlumatlı olacaq. Gözlə görünən deyildikcə tək üzdən görünən yoxdur. Kompüterin daxilində ana platadır, CPU-dur, hard diskdir, RAM-dır, SSD-dir, video kartdır. Bunların hamısı aparat təminatı gedir. Yəni deyirsiniz ki, mən onu gözümlə görə bilmirəm, o aparat sayılır, belə bir şey yoxdur. Yəni kompüterin hissələri deməkdir də bunlar? Bəli, bunlar hamısı kompüterin daxilində olan bütün hissələr. Yəni kompüterimizin ilk power knopkasını vurub yandırandan hansı əməliyyatlar gedirsə, hamısı bu saydığım aparatların içindədir. Proqram isə, proqram təminatı iki növ bölünür əslində. Bir sistem tərəfi var, yəni sistem dediyimiz əməliyyat sistemləridir. Məsələn, Windows əvvəl var idi 7, 8, indiki dövrümüzdə daha çox Windows 10, 11 istifadə olunur. Yəni siz özünüz Windows 10, 11-i öz kompüterinizə yükləyə biləcəksiniz, kompüterinizi format edə biləcəksiniz və yaxud istifadə edədiyiniz